Həzrəti Peyğəmbər salavatullah buyurur xütbənin arxasıca vəzkuru bicu'ikum və ətəşikum fihi cu'ə yevmil qiyamah və ətəşə. Buyurur, öz acılıq və susuzluğunuzla qiyamət gününün acılıq və susuzluğun xatırlayın. İlahi, mən niyə oruç tutmalıyam, niyə az qalmalıyam? Deyir, fəqirlərin halını biləsən. Deyir, yoxu bundan əlavə niyə? Səbəb nədir? Deyir, bundan əlavə odur ki, qiyamət günü bil ki, acılıq və susuzluq elə bir həddə olacaq. 17-18 saat, 15-16 saat sən acılıq və susuzluğa tab gətirə bilmədiyin təqdirdə günlərlə qiyamətin dayanacaqlarında ac və susuz qalacaqsan. O günləri xatırla. O günləri xatırla ki, mən o gün sənə dözüm verim. Məşq elə bu gün 16-17 saatla məşq elə ki, heç olmasa 17-18 gün az qala bil. O günü mən şərt olaraq deyirəm. Yəni, insana Allah bir məşq öyrədir, bir təlim verir. İnsan bir yavaş-yavaş özünü hazırlasın qiyamət gününün o çətinliyinə, o ağrı acısına. Ki, o gündən hər birimiz üçün var. Hər bir şəxs o ağrı acını qismən də olsa yaşayacaq. Bir o özünü hazırla o günə. İlahi rəhmətdən də məyus olma. Allahdan istə, Rəbbindən istə ki, o gün səni pis vəziyyətdə buraxmasın.